Malayziyada 5-ci, Penangda isə 2-ci günümüzdən sabahınız xeyir. Bugün səhər otelimizdən check-out elədik, amma əşyalarımızı burada saxlayıb Penangı gəzməyi planlayırıq. Səhər yeməyi üçün Willers adlı bir kafeyə gəldik. Day menyuda nələr yoxdur ki, bəh, gözüm könlüm açıldı. Bura boşuna Malayziyanın yemək paytaxtı demirlər. Sifariş üçün ofisianta ehtiyac yoxdur. Menyunu QR koddan skan eləyirsiniz və seçimlərinizi oradan səbətə əlavə eləyib masa nömrənizə uyğun vurursunuz, özləri gətirirlər. Bu qiymətə bu porsiyalar yəni dəhşət superdir və dəniz məhsulları burada çox ucuzdur. Mən özümə belə bir boşqab düzəltdim. 3 yumurtalı qayğanaq, krem pendirli bagel və 80 qram hissə verilmiş qızıl balıq. Mirağa isə Willers Big Breakfast seçdi. İçərisində day nələr yoxdur ki, deməli hissə verilmiş qızıl balıq. Hissə verilmiş toyuq, göbələk, sosiska, qayğanaq, hash brown, pomidor, salat, yağ, çörək. İçməyə də qara çay dedik. Çaynikı da ikinci dəfə ödənişsiz refil doldurmaq olur. Və təsəvvür edin, toplam 86,25 ringgit tutdu. Yəni 34 manat. Bu qədər hissə verilmiş qızıl balığı Bakıda bu qiymətə yeyə bilməzsiniz. Və yeməkdən sonra mənim elə keyfim düzəldi ki, indi gəzməyə gedə bilərik. Gəldik Chong Fatsi malikanəsinə. Digər adı ilə Mavi malikanə. Bura Penangda ən çox görməli yerlərdən biridir. Həmçinin otel kimi fəaliyyət göstərir, amma oteldə yer tapmaq çox çətindir, həm də qiymətləri yüksəkdir. Bizim kimi oteldə qalmırsınızsa, bir nəfər üçün giriş bileti 25 ringgitdir. Amma rəhbərlə tur istəsəz, gündə 2 dəfə qrup turlarda olur. Bu bina Chong Fatsi adlı Çinli siyasətçi və iş adamı tərəfindən tikilibdir. Bu kişi o qədər varlı olub ki, onu Şərqin Rockefeller'də adlandırıblar. 8 dəfə evlənib, 14 övladı olubdu. 1916-cı ildə vəfat etdikdən sonra malikanə qalır ailəsinə. Amma binanın baxımı o qədər baha başa gəlir ki, onlar qərar verirlər ki, otaqları bölüb kirayə versinlər. Həm də bir qayda var idi ki, evin ən kiçik oğlu ölmədən bina satıla bilməz. Və təsəvvür edin ki, bu ancaq 1990-cı ildə baş verir. O vaxta kimi ev bərbad vəziyyətə düşür, içərisində 34 ailə yaşayır və demək olar ki, bugünkü gözəlliyindən əsər əlamət qalmayıbdır. Malikanə satışa çıxarılanda belə bir plan var imiş ki, bunun yerinə çox mərtəbəli bina tiksinlər, amma Georgetown sakinləri birləşirlər, evi alırlar və qoruyurlar. Onlar bu evi bərpa eləmək üçün tam 6 il vaxt sərf eləyirlər və nəticədə bugün bu bina həm muzey, həm də otel kimi fəaliyyətə başlayır. Malikanənin içərisində Malayziyanın o dövrlərinə aid məişət əşyaları, bəzi adət-ənənələr, hətta ev sahibinin 7-ci arvadına aid olduğu güman olunan paltarlar sərgilənir. Və maraqlı bir fakt, bir çox filmlər bu evdə çəkilibdir. Mən məsələn Crazy Rich Asians filmini izləmişdim, sən demə o da məhz burada çəkilibdir. Binanın artıq çıxış hissəsində isə suvenir mağazası yerləşir. Əgər buradan özünüzlə nəsə alıb aparmaq istəsəz, orada baş çəkməyi unutmayın. Ümumi götürdükdə isə turistlərə açıq olan hissə və eksponatlar mənim gözlədiyimdən az idi. Binanın çölünə gəldikdə isə, baxmayaraq ki, həmin dövrdə ağ rəng ən asan tapılan boya olubdu, evin çölü indigo mavi rəngə boyanıb. Bu təsadüfi deyil, çünki müstəmləkə dövründə bu ton çox dəbdə idi və rəng əhəngin indigo bitkisindən hazırlanan təbii mavi boya ilə qarışdırılması nəticəsində yaranıbdır. Əhəng əsaslı bu boya isə tropik iqlimdə çox faydalı olub, çünki həm nəmi özünə çəkir, həm də evi sərin saxlayırdı. Buradan isə gedirik növbəti malikanəyə. Gəldik Penang Peranakan Mansion-a. Burada giriş yenə bir nəfər üçün 25 ringgitdir. Ödəniş etdikdən sonra əlinizə belə giriş nişanı kimi kiçik mürəkkəb möhür vururlar. Və burada əlavə ödənişlə siz məşhur milli geyimdə, saç düzümündə, makyajda fotosessiyalar etdirə bilərsiniz. Gözde. Klasikasını alalım ki beğendi. Çok sıkıntısını alıyor. Ya nasıl da anlayışlısın ya. O kadar iyisin ki, sağ ol. Bu malikanə Peranakanların mədəni irsini nümayiş etdirən bir muzeydir. Bəs Peranakanlar kimdir deyə soruşsaz, onlar 15-ci əsrdə Çin tacirlərinin bura gəlib Malay qadınlarla evlənməsi nəticəsində formalaşan bir icmadır. Digər adı isə Baba və Nyonya adlanır. Onların zəngin adət-ənənələri, mətbəxi, dili, antik irsi hələ də bugün regionun mədəni simvollarından sayılır. Bu bina isə 19-cu əsrin sonlarında iş adamı Kapitan Chin
Chang Keng Kui adını bilmirəm düz deyirəm ya yox. Həmin boşun belə bir kişi tərəfindən tikilibdi. Onun həm yaşayış yeri olubdu, həm də ofisi kimi istifadə olunubdu. Bu gün isə bu muzeydə minlərlə Peranakan dövrünə aid antik əşyalar, kolleksiya nümunələri və interyer detallar sərgilənir. Bura bayaq getdiyimiz mavi malikanədən fərqli olaraq dəhşət böyükdür və otaqları çoxdur. Məsələn, birinci yemək zalı, burada geniş masalar, qızılı ağac oymalar, Çin qab-qacaq kolleksiyaları var. İkinci yemək zalı isə Avropa stilində dizayn olunubdur. Burada Avropa mebelləri, unikal döşəmələr var. Ən çox marağa səbəb olan yerlərdən biri gəlin otağıdır. Peranakan sənətinin incəliyini əks etdirir və keçmişdə yeni evlilərin yaşadığı mühitdən təsəvvür yaradır. Nyonya mətbəxi o dövrdə istifadə olunan qablar, termoslar, sürahilər diqqət çəkir. Burada əlimdə olsa bütün qab-qacaqları özümlə aparardım. Çox qəşəng idilər. Ümumiyyətlə bundan başqa malikanədə ailə zalı, xəzinə zalı və oturma salonu kimi bölmələr də var. Əgər tarix, mədəniyyət və retro estetika sizi maraqlandırırsa, siz bu malikanəni mütləq ziyarət edin. Və bu gün Penangda gedəcəyimiz son yer Kek Lok-Si Temple. Bura Malayziyanın ən böyük buddist məbədidir. Yaşıllıqlar içərisində həm mənəvi, həm də memarlıq baxımından ziyarət olunan maraqlı bir məkandır. Bura mərkəzdən biraz uzaqda yerləşir, hardasa taksi ilə 20 dəqiqəlik bir yoldur. Yuxarı ya piyada qalxa bilərsiniz, ya da funikulyorla. Əlbəttə ki, bu istidə piyada qalxmaq heç bir seçim də deyil. Amma getdik öyrəndik ki, funikulyorun yarım saat sonra gələcəyini dedilər. Bizim isə axşam Kuala Lumpura qatarımız var. Təəssüf ki, biz ancaq bu giriş mərtəbəni gəzib geri qayıtmalıyıq. Burada bağaları gördük, dəhşət çox bağa var idi. Necə heyfslənirəm ki, bizim bura vaxtımız çatmadı. Kaş dünən malikanələri gəzə bilərdik ki, bu günü bu məbədə ayırardıq. Məbədin ərazisi çox böyükdür. Hardasa 2-3 saat elə burada vaxt keçirməlisiniz. Ümumiyyətlə isə Penanga kimsə sizə desə 2 gün bəsdir, inanmayın. Rahat gəzməyə bir minimum sizə 3-4 gün lazımdır. Və mən deyərdim ki, Malayziya səyahətimizdə Georgetown, Penang mənim ən bəyəndiyim şəhər oldu. Burada gəzə bilmədiyimə görə heyfsləndim və Mirağadan söz alıram ki, biz bir də Malayziyaya gəlsək, mütləq bu məbədə gəlməliyik. Gələn səfər inşallah Penang şəhərinin Kek Lok-Si. Temple'ına gələcək. Çünki bu dəfə Mirağı yatdı deyə gələ Həyat bilmədik. yoldaşımın səhv planlamasına görə. Mən səhv planlamadım, sən yatdın. Söz verirsən ki, bir də gəlirik. Söz verirəm. Bərkdən belə. Söz verirəm. Dodaq altı yox. Söz verirəm. Dodaq üstü. Söz verirəm. İndi isə oteldən çamadanlarımızı götürüb taksi ilə feribota, oradan da dəmir yol vağzalına getmək vaxtıdır. Bura gələndə fikir verməmişdim, amma dəmir yol vağzalının içərisində kiçik bir mol var. Vaxtınız çoxdursa gəzə bilərsiniz. Biz restoranda əyləşmədik, amma marketdən yolda yeməyə bəzi şeylər aldıq. Nəysə, gəldik biz vağzala, qatarımızı gözləyirik. Həm gələndə, həm də gedəndə gecikmə oldu. Bu arada məşhur qoxulu durian meyvəsi ictimai nəqliyyatda, bəzi otellərdə, mollarda özünüzlə gətirməyə icazə vermirlər. Qoxusu onsuz da o qədər kəskindir ki, bir neçə metr məsafədən biləcəksiniz ki, hardasa durian satılır.
saatlıq bir yolun sonunda və oradan da taksi ilə gəldik Santa Granddan çamadanlarımızı götürdük. Kuala Lumpurdakı yeni otelimizə check-in elədik. Otel Indigo. Burada 2 gecə 2 nəfərə səhər yeməyi daxil 418 manat ödəmişik. Otel düz TV qülləsinin girişindən üzbəüz yerləşir. 4 ulduz olsa da interkontinental qrupa məxsusdur. Ona görə hər şey yüksək səviyyədədir. Sadəcə mənə qəribə gələn oldu ki, diş pastası, fırçası, şəbşəblər və s. bunlar üçün sistemdən request açıb bir-bir tələb etməli olduq. Yəni kaş ki, əvvəlcədən hər biri elə otaqda olsaydı. Gecə gəldiyimiz üçün bundan əlləşmək istəməzdim. Otelin öz restoranından otağa burgerlə malay yeməyi olan chicken satay sifariş etdik. Çox həvəsləndim ki, axır ki mən bir malay yeməyi yeyəcəm buradan getməmiş. Amma yox, o ki toyuğun dərisi üstündə idi, yenə alınmadı.